Aldığımız 200-300 manat pensiyadır. Onu da əkinə veririk, traktorista səpənə veririk, çıxardana veririk, 1200 manat oduna veririk. O 1200 manatı da mən bir ildə almıram. O odun zorla görür da bir kişi yaza bizi çıxardıyır. Qalan şığınki ayrı. Yer əkdirirsən 250 manat, səptirirsən 300 manat. Bir taxıl, 1 gektar taxıl səpmək bizim üstümüzə 1000 manat oturur. Hələ pişdirməyindən savıya. Bizdə 6-7 ay qış gedir burada. 6-7 ay qış olur. 6-7 aya mənə gündəliyə yanacaq lazımdır. Elə evlər var, xəstə var, qocalar var, uşaqlar var. Bunu qızdırmaq çox çətin məsələdir. Xaricə mənim özüm Avropaya getdim. Buradan neçə nəfər Türkiyə gedir, Avropaya gedir. Cavan da qalıb kənddə qaçıramır. İş yox, güc yox, dolanacaq çətin. Hərə bir yana gedir. Yaşlılar da gedir. Xəstələrimiz də çıxıb gedirlər məcburiyyətdir. Bəndən nəyə görə çəkmirlər, nə deyirlər, adından qoflar ki, suyu çəkmirlər? Pulunu yəqin gidilər, çəkdilər, yarımçı qoydular, bazılar gitdilər. Deyir, bugün gələcək, sabah, gəh deyir, 10 dəqiqəlik, 15 dəqiqəlikdir, özümüz çəkəcəyik, qayrıyıq. Özümüz də bunu çəkmək, buna svarka lazımdır, işi lazımdır, bunların özlərinin aynonları var axı. Bizə Allah deyir, Sovetimiz beləcə oynadır, nə deputat yaxın gəlir, nə Sovet də Allah deyir bizi. Kola maşınlarla gətirirlər, o da həm baha başa gəlir. Bir maşın odun da bir ailəyi qışı çıxartmır, yetmir. Gərək bir tökək 2 maşın odun tökək, 2 maşın da ardıca 3 milyara yaxın pul tutur. Bilinmir. Güya ki, belə bir vaxt bir söz çıxartdılar, mart ayında başlanılacaq qaza. Hələ də ki, başlanılmayıb. 31 yaşındayım, burada yaşayırıq. Məşğuliyyətimiz kənd təsərrüfatıdır, qartofdur, heyvandarlıqdır, bu işlərdir. Heyvan desər, mal saxlanmırıq, yolumuz yoxdur. 3-5 nəfər yiyələnib, aparıb gətirənmirik. Kim qabaqdan əli hara çatırdı, nə ara bilirdilər, getdilər, yiyələndilər yerlərə. Bu dəqiqə mal da saxlanmırsan, nə otaracağımız yoxdur, nə aparıb çalmağa düzəmənli yerimiz yoxdur. Mən 3 mal saxlayıram, ot satın alıram. Kənddə 40 mal saxlayan var, ot satırlar. Yəni, çox çətindir. Kəndimizdə mal saxlanası yerdir, heyvandarlıq eləmirik. Yoxdur yerimiz. Yiyələniblər. Dağa çıxasıyıq, dağımızı vaxtında satıblar. Bu dəqiqənin özündə bizim dağımızda başqaları otarır. Eləmirik ki, ellərində də qabağımızı kəsirlər, qoymurlar. Nə özləri bir şey qayrmırlar, nə də xalq olaraq da o bir şey xalq olaraq da yığılıb bir şey qayranmırıq. Yəni, bir şey lazımdır, kim kömək elə bilər, kim nə qara bilər, bu işlərə bir çarə lazımdır. Qazdır, 3 ildir çəkilib, əmələ gəlmir, başa gəlmir, gətirib düzəltmirlər. Büyün, savaq düzəlmir. Küçələrə girənmir, ya maşına bax, maşın nə haldadır. Küçələrdə yolumuz yoxdur. Seçki yaxınlaşanda gətirib bir maşın tökürlər, qutardı, başqa bir şey yoxdur. Səs verirsin, deyil. Səslər ötəri, gətirib bir maşın tökürlər, yox, başqa bir şey yox. Nə mer sağ olmuş deyirsən, deyir, gedir öldüyün yerdə. O dönə bax, istəyirsiniz biraz yuxarı çıxaq, sizə yol göstərim. 3 nəvəm bu aşağı bura şeyə əlir, məktəbi etməyə. Aha, çamur bura çıxır. Pusat yağışda çamur bura çıxır. Payız hər yerə tökdülər. Ümumi prefektə də göstərmişdim, demişdim. Həmən yeri aparıb tökmədilər. Adı nə qoyur? Nə deyir? Deyir, az gəlmişdi, sizə çatmıyor. Baxın, rayondan gəlirəm. Aynen almışam. Hardan? Rayondan. Xalqadan. Mən bura Hamat, buradan da rayonu edir, məcburi pensiyasını oradan almalıdır. İndi bu maşın peredoku çəkir, bizim qapıya çıxmayacaq. Mən məcbur yağaq gitməliyəm. Yoxdur, yol qayrmır. Allah'ın köməyi olsun 5 lari. Bu olmasa bəlkə də çox çıxar. Düz milləti gənə bu köməklik verir, aparır qapısına düşürür, qoca qoltağa un alır, dən alır. Allah saxlasın. Budur bizim problemimiz. Deyəndə də bizlə küsürlər, sən bunu niyə belə dedin, niyə onu elə dedin. Yol deyirsən, deyir dur olacaq, hava olacaq. Biz məhəlləyə gedəndə şıx da yoxdur, 80 metrodan bir qoyulub bu yol şıxları. Yarı gəlir oradan, kuruğu yoxdur. Ayrı məhəlləyə baxırsan, kuruğu da var, öyün yanında 3 dənə bəzi öylərə 3 dənə qovlar. Kimdən qorxurlar, üçünü qoyurlar. Kimdən də fağır adamlara da qoymur deyir, hələ çatmır, sənki buratandır.
Məni bir bu stadionun vəziyyəti narahat edir. Belə qıraqlarında beton var, yıxıldım durana baldırım şişib. Beton olmama bir daha yağış yağdı, bir həftə oynanmırıq. Bir də odur, bu doktorxana var, adı var, həftədə bir dəfə gəlir. Mən istərəm hər gün olar. Həftə gəlmir, həftə niyə deyirsən? Ki, belə odur mənə görə problem, yəni hallara görə odur, yəni. Həkim nəyə görə həftədə bir dəfə? Həftədə bir dəfə gəlir, yəni ayrı gəlmir. Nə, onda... Bəs xəstələnəndə hara müraciət edirsiniz, kimə müraciət edirsiniz? Skora zəng edirik, skora gəlir. Gəlirmi skor? Skora gəlir, indi. Və dərman preparatları lazım olur, necə əldə edirsiniz, harını alırsınız? Doktora yazır, Tiflisə gedir ağır olanda. Yox, dərməni. Dərməni də Zalqadan, aptekdən və də Marnovdan, Tiflisdən. Yəni kənddə aptek yox. Yoxdur, yox. Bir də istər, amma Başköydə park var, bizim cavanların yoxdur park. Yəni mənə görə isə olan bir stadionumuz yaramır, bir doktorumuz yoxdur, bir də park, belə bir şeylər yoxdur. Elə adam var, qapı düşüylə, traktoru da var, 10 dənə malı var, o adam köməklik alır. Elə adam var ki, bu dəqiqənəm xəstə adamdır, o xəstəyə 2 də heç mal da yoxdur, ona köməklik düşmür. 50 kərə demişik, deyir, düzəlmir, nə bilim, ya maşın çıxır, ya nəsə da. Amma həmən maşın adamın qapısında baxırsan ki, 3 dənə maşın var, sən nəqdə bilirsən ki, qapıda 5 dənə maşın var bu adamın, gənə hər bir şey alır, hökumətdən köməklik alır. Müraciət edirsənmi, adı nədir, ərizə ilə? Ərizə vermişəm, ərizə verdim, deyir, düşmür, kulağım çox çıxır. Mən də bir bununla, 2 adamla getmişəm, buradan mənim 20 manatı şeyəm xaricləyəm, saliyar komisyonum, yoxsa uşağa mən indi yemək malım gətirim. İndi ayrıcının var, amma 15 dənə malı var, gənə hökumətdən uşaq pulu da alır, köməklik də alır, hamısını alır. Daxmaribə alanlar var. Amma bizdə heç sat yoxdur, heç nə eləmirsən. Öydə yatdın, elə cığından öldün. Qonu qonşudan gedir, su daşıyırıq. Bu neçə ili çəkilib bu? Bu bildirdən çəkilib. Bugün savaq eləyirlər, çəkmirlər. Qalmışıq, bax bu zonada bu qonşu bir 10-15 öy suzuq. Başqa küçələrdə su var mı? Başqa küçələrə çəkdilər. Gəlirmi indi onlar? Onlara gəlir. Bu zonada bir 10-15 öy qalmışıq bilinməsinə. Şılangı çəkirlər, bu şılangı çəkirlər. Eləcə də qalıb, baxa. Bugün gələcək, sabah gələcək, şeyləmirlər. Problemimiz budur. Gedirik, qonşu bəlkə eşyə çıxır, ya bir iş qayırır işdə, mən onun qapısına nə tərk edim icazəsiz. Mənim öz qapımda olsa açaram, suyumu götürürəm. Qonşu da bir verəndə ikinci vermir. Öz pulumuzla quyu suyu işlərmişik. Onu içirik. O da yeməyə zada yaramır. Nə xörəyə yarayır, nə pişəyə yarayır. O qədərinə o quyu suyu yarayır qav qaşığı yeməyə. Qav qaşığı yeməyə. Qalan özgə şeyə yaramır. Sentrimiz buradır. Bura yığnalayırıq. Asfalt tikiləsi idi. Bir yer söz vermişdilər ki, bir yer tikiləcək. Kafe kimi də, çayxana kimi. Belə. Yox, o da tikilmədi. Söz verdilər, o da olmadı. Sentr buradır. Bura yığnalayırıq. Burada uçub gedir, başdan tökülür. Buradaca yığnalıb, bura qalır. Yoxdur, elə bir yerimiz, gözəl yerimiz ki, ən azından məsələ, xalq otura çay içə, qap ellər. Yox, qayırdıqları başqa şeylərdir. Pis işlərəcə baxırlar. Niyə uşaqlarımız dili örgəşər biraz? Burada Azərbaycan dilli məktəbdir, çətinlik çəkirik, başqa yerə, Tiflisə gedirik, bir yana gedirik. Bir öz fikrimizi tam izah eləyib, başa sala bilmirik. Ona görə də çətinlik çəkirik. Hazır yaxşı olardı ki, bağça olsaydı, uşaqlarımız da biraz dil ağız örgəşərdilər. Balaca uşaqlarımız indidən gürcü dilini örgənsə, məktəbə də gedəndə müəllimlər o qədər əziyyət çəkməz. Uşaq gürcü dilini, oradakı müəllimlər uşaq gürcü dilini bilməyəndə çəkirlər, əziyyət çəkirlər. Amma Deksada gedəndə, Deksaddan sonra məktəbə gedəndə uşağa hasan da olur. Dedilər, 2 ildir Allah deyirlər. Olacaq, qayırmırlar. O seçki qabağı gəlir, bir il hazırlayıq, elə də yox. Və qonşu kəndlərdə baxsa var? Qonşu kənddə, Başköydə gəldiyin o qonşu kənddə, ora aparırlar. İndi elə adam var, burada maşını yoxdur. Oradan birdən müəllim zəng eləyir, uşağınız ağlayır, durmur. Mən harada maşın tapayım ki, mən qonşu kəndə gedim, ora uşağımı ya gətirim, ya görüm halı nətərdir. Amma burada olsa, heç olmasa, gedərəm, baxaram uşağın vəziyyəti nədir, niyə ağlayır, niyə bəlkə yemək yemir, bir şeyini örgənlik. Onu da eləmirlər. Var mı evinizdə az yaşlı uşaqlar? Mənim nəvəm var. 3 yaşındadır, Deksada qasıyam, qalmıram.
Maşınım yoxdur, aparım gedim.